Çox hörmətli sədr, əziz həmkarlar, dövlət qulluğu və media haqqında qanunlarda təklif edilən dəyişiklik layihəsi media idarəçiliyi və ideoloji istiqamətində çox mühüm və institusional xarakterli islahat mərhələsi başladır. Vahid strukturun yaradılması, fəaliyyətdə çevikliyin və şəffaflığın daha etibarlı şəkildə təmini heç şübhəsiz ki, texniki tərəflərlə yanaşı informasiya siyasətinə önəmli dönüş üçün ciddi zəmin hazırlayacaq. Hörmətli həmkarlar, biz işğala, təcavüzə Cənab İlham Əliyevin müzəffər liderliyində son qoyub mütləq qələbə qazanmışıq, amma qarşıda daha ciddi bir vəzifə, qələbənin nəticələrinin qorunması və bu istiqamətdə Azərbaycan əleyhinə informasiya hücumlarının zərərsizləşdirilməsi vəzifəsi dayanır. Çünki çox mürəkkəb bir dövrə qədəm qoymuşuq, hətta dünyanın ən nəhəng güc mərkəzləri və nüvə dövlətlərinin daxili təhlükəsizlik arxitekturasının necə sarsıldığını müşahidə edirik. Üstəlik, bu qlobal xaos, hərbi siyasi kataklizmlərin nə qədər davam edəcəyi bəlli deyil. Amma xatırlayın, Azərbaycan tək Ermənistan yox, həm də havadarlarının faktiki olaraq qarşımızda dayandığı bir müharibəni mütləq qələbə ilə cəmi 44 günə bitirib. 10 illərlə uzanacaq separatizm problemini 6-7 saatlıq əməliyyatla kökündən həll edib. Ölkəmiz Qarabağ və Şərqi Zəngəzurda ən ağır hərbi əməliyyatları icra edərək regionun reallıqlarını dəyişərkən, digər əksər bölgələrimizdə vətəndaşlarımız şəhid xəbərləri istisna olmaqla müharibənin hənirtisini, vahiməsini hiss etmədi. İnsanlar sülh, əmin-amanlıq içində öz gündəlik həyatlarını davam etdilər. Amma özünüz baxın, bizdən şimalda nüvə dövlətinin paytaxtı 2 gündür hücum altındadır. Yəni, Azərbaycan nümunəsi hər mənada unikal sabitlik konfigurasiyasıdır və heç bir sosial, siyasi, hüquq, heç bir maddi nemət, təhlükəsizlik və sabitlik qədər önəmli deyil. Və bu reallığın bir memarı var, o da möhtərəm prezidentdir. Açıq deməliyik, bugün iri güclər üçün Azərbaycanda təhlükəsiz şərait heç də arzu olunan deyil. Çünki ictimai asayişin təmin olunduğu cəmiyyətləri boyunduruğa salmaq mümkün olmur. Harada xaos varsa, ora demokratiya pərdəsi altında müdaxilə var. Təsadüfi deyil ki, hərbi siyasi müstəvidə Cənab İlham Əliyev siyasəti qarşısına tab gətirməyənlər bugün sosial-siyasi hüquqlardan zireh yaradıb cəmiyyəti xaosa sürükləmək məqsədi ilə dırnaqarası siyasi məhbus tandemini və uydurma insan haqları tezislərini ortaya ataraq ölkəmizə qarşı qara PR kampaniyası aparırlar. Bax, bu situasiyalara görə Cənab İlham Əliyevin siyasətində daxili sabitliyə və dayanıqlı sülhə çox haqlı olaraq suverenlik elementi kimi baxılır və təhlükəsiz həyat üçün həyatı biz ucuz niyyətlərə fəda etməyə heç kimə imkan verməyəcəyik. Vicdanlı jurnalistika da məhz bu məqamda öz gücünü göstərməlidir. Təbii ki, Azərbaycan jurnalistikası, Azərbaycan mediası ən çətin periodlarda özünün gücünü də, operativliyini də göstərib. Cəmiyyətdə də hər zaman jurnalist adına hörmət və ehtiram var. Amma bir sıra hallarda yad, naşı adamların yaradıcılıq azadlığı ilə peşəkar informasiya fəaliyyətini qarışıq salması ciddi problemlər meydana çıxarır. Bacarıq çatan hər kəs təbii ki, beyninin məhsulunu ortaya qoya bilər. Amma peşəkar informasiya işi ilə məhz peşəkarlara tapşırılmalıdır. Məsələn, bugün aidiyyatı diplom və sertifikatı olmayan şəxs, necə ki, həkim, müəllim, yaxud vəkil ola bilmir, eləcə də informasiya idarəçisi də olmamalıdır. Amma təbii ki, bu istiqamətdə çox mürəkkəb, vaxt aparan bir yol var qarşıda və Vahid Media Qurumunun yaranması cari institusional yenilənmə hesab edirəm ki, bir çox problemlərin, xüsusən də praktik problemlərin öhdəsindən gəlməyə imkan verəcək. Bizim vətəndaşımız da, media mənsubumuz da artıq qalib kimi davranmalıdır. Çünki biz özümüz artıq gücük və Cənab İlham Əliyev Azərbaycanı bir vaxtlar bizə demokratiya dərsi keçmək istəyənlərin özlərinin milli təhlükəsizliyində rol sahibinə çevirib. İslam İnkişaf Bankı qrupunun illik toplantısının açılış mərasimində bütövlükdə İslam dünyası üçün əməkdaşlıq və rifah üzrə yol xəritəsi ortaya qoyduğu tarixi çıxışında Cənab Prezidentin də dediyi kimi artıq çox şey dəyişib. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişaf yoludur. İnanıram ki, biz bu qanunu qəbul etməklə Azərbaycan mediasının da məhz bu inkişaf yolumuzun ən mühüm segmenti kimi çıxış etməsinə töhfə verəcəyik. Çox sağ olun.